Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Müqəddəs Quran-ı Kərimi yeni məzmunlu, sadələşdirilmiş sürətli asan usulla anlama dərslərimiz davam edir. Bu dərsimizdə Quranda ümumi sayı 7891 dəfə təkrarlanan növbəti 7 kəlməni öyrəndik. Min dandan şəkilçisidir. Quran-ı Kərimdə 831 dəfə təkrarlanır. Və min, əfəmin, minkə, minni müxtəlif şəkillərdə gəlinir. Fələq surəsi 5-ci ayə. Və min şərri həsidin iza həsəd. Və min dandan şəkilçisidir. Şərri şərdən, həsidin həsəd edən, paxılın, iza o zaman ki həsəd edər, paxılın şərri. Fi dada şəkilçisidir. Quran-ı Kərimdə 1701 dəfə təkrarlanır və fi, fəfi, ləfi, fikum və müxtəlif birləşmələrdə rast gəlinir. Bəqərə surəsi 201-ci ayə. Ayəni qurutda çox istifadə olunur. Rəbbənə ətina fid dünya həsənətən və fil əxirətə həsənə. Rəbbənə, Rəbbimiz, ətina, ver bizə, fi, dada şəkilçisidir. Dünya, dünyada, həsənətən, gözəllik və fi, dada şəkilçisidir. Ahirətdə də həsənətən, ahirətdə də həsənə, gözəllik. İnnə, həqiqətən şübhəsiz deməkdir. 1682 dəfə təkrarlanır. Və innə, fə innə, innəkə, innəkum müxtəlif birləşmələrdə rast gəlinir. Ənfal surəsi 46-cı ayə. Vasbir innəllah məəs sabirin. Vasbir, səbr et. İnnə həqiqətən Allah məə birlikdədir, sabirin, səbr edənlərlə. Kul, de deməkdir. Quran-ı Kərimdə 332 dəfə təkrarlanır. Kul, fəkul kimi rast gəlinir. Fələq surəsi 1-ci ayə. Kul, əuzu bi rəbbil fələq. Kul, de, əuzu, sığınıram, bi rəbbil, Rəbbidə, fələq, sübhün. Qalə, dedi deməkdir. 1618 dəfə təkrarlanır. Maidə surəsi 20-ci ayə. Və iz qalə Musa li qavmihi. Və iz o zaman ki qalə dedi Musa li qavmihi qövmünə, öz cəmaatına demişdi. Əla ədattır, üzərinə, üstünə və doğru yönəlmə kimi tərcümə olunur. Quran-ı Kərimdə 1423 dəfə təkrarlanır. O əla və əleykə və ələyyə və əleykum kimi rast gəlinir. Maidə surəsi 11-ci ayə. Və ələ Allahi fəlyətəvəkkəlil müminun. Və ələ Allaha, yəni ona doğru, fəlyətəvəkkəlil, təvəkkül etsinlər, müminun, möminlər. Əlləzi, o hansı ki, o kəs ki, kimi tərcümə olunur. Əlləzi, billəzi və billəzi, kəlləzi kimi rast gəlinir. Şura surəsi 17-ci ayə. Allahulləzi ənzələ kitəbə bilhəqqi vəl mizən. Allah, ləzi, o kəsdir ki, o hansı ki, ənzələ, nazil etdi kitabı bilhəqqi, haqq ilə, haqq olaraq, vəl mizan, həmçində mizanı, tərəzini. İndi isə bu öyrəndiklərimizi bu fasilələrdə də
siz də təkrar etməklə daha yaxşı inşallah mənimsəyərsiniz inşallah. Buyurun. Min damdən şəkilçisidir. Fi da da şəkilçisidir. İnnə həqiqətən şübhəsiz. Kul de. Qala dedi. Əla üzərində. Əlləzi hansı o kəs ki. Bununla da bu dərsimizi yekunlaşdırdıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.